Mən 50 ildən artıq ailəli olan bir çox şəxslərlə söhbət eləmişəm. Elə misal olaraq öz valideynlərimi də götürə bilərəm. Onlar da bir neçə ilə artıq öz qızıl toylarını qeyd edə bilərlər. Soruşuram ki, necə olur bu boyda müddət ərzində ailə həyatınızı qoruyub saxlaya bilmirsiniz? Cavab istisnasız olaraq eynidir. Səbr və sevgi. Çox sadə görünür, elə deyilmi? Amma bugün neçə ailə dağılır. Sırf ona görə ki, səbr eləmək bugün dəbdə deyil. Halbuki müqəddəs kitabımız olan Quranda buna kifayət qədər istinadlar tapmaq mümkündür. Əgər din xoşunuza gəlmirsə, elmi baxımdan neyrofiziologiya sizin köməyinizə gələ bilər. Kifayət qədər elmi dəlillər də vardır ki, səbr uzun müddətli münasibətlərin açarıdır. Bu necə işləyir? Tərəflər münaqişələr zamanı, fikir ayrılıqları zamanı səbr etmədən qərar verirlər. Halbuki müəyyən qədər səbr etsələr, sabah həmin məsələyə yenidən yanaşanda burada sevgi onu müəyyən qədər fikrindən dönməyə vadar eləyir. Məsələyə yenidən baxanda görürsən ki, heç ona dəyməzdi. Yəni bununla bağlı bir-birimizin xətrinə dəyməyə dəyməzdi. Və bunlar olandan sonra həqiqətən də uzun müddətli münasibətlərin açar rolunda oynayırlar. Amma mən məhkəmələrdə görürəm ki, boşanmaların əsası sevginin olmaması yox, çətinlikləri birlikdə dəf etmək istəyinin olmamasından qaynaqlanır. Ona görə sevin və ən əsası səbirli olun ki, xoşbəxt olasınız. Amma əslində tam xoşbəxtlik üçün başqa bir kateqoriyada ehtiyac var. Əgər maraqlı olarsa gələn dəfə ondan danışarıq.